Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzularımızdan biri sadə cümlənin şəxsə görə növləri. Əvvəlki dərslərimizdə sadə cümlə haqqında məlumat verdik. Sadə cümlə nə oldu? Mübtədası və xəbəri olan cümlələr sadə cümlə hesab olundu. Yəni cümlənin qrammatik əsası olan cümlələr sadə cümlə hesab. Cümlənin qrammatik əsası dedikdə nə nəzərdə tutulur? Mübtəda və xəbər nəzərdə tutulur. Sadə cümlənin şəxsə görə növləri haqqında bugünkü dərsimizdə danışacağıq. Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Mübtədası olan cümlələr şəxsli cümlələr, mübtədası olmayan cümlələr isə şəxsiz cümlə hesab olunur. Sadə cümlənin şəxsə görə 5 növ var. Müəyyən şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə, ümumi şəxsli cümlə, şəxsiz cümlə və adlıq cümlə. Yəni daha xəbər əsasında ən çox formalaşan müəyyən şəxslidir, qeyri-müəyyən şəxslidir, ümumi şəxslidir və şəxsiz cümlələrdir. Yalnız mübtəda əsasında isə adlıq cümlə formalaşır. Gəlin baxalım görək ki, müəyyən şəxsli cümlə nədir, qeyri-müəyyən şəxsli cümlə nədir, ümumi şəxsli cümlə nədir, adlıq cümlə nədir və şəxsiz cümlə nəyə deyilir. Hər biri haqqında qısa məlumat verəcəm, yəni necə tapırıq o yolları sizə öyrətməyə çalışacağam. Müəyyən şəxsli cümlə nədir? Mübtədası olan, olmasa da təsəvvür edilə bilən cümlələrə müəyyən şəxsli cümlə deyilir. Demək, müəyyən şəxsli cümlənin əsas işi nə oldu? Mübtədası olan, olmasa da təsəvvür edilə bilən cümlələrə müəyyən şəxsli cümlələr deyilir. Gəlin nümunə yazaq. Deyirəm ki, mən Bakıya getdim. Nə etdim? Getdim. Şəxsə görə, bax, görürsün, mən getdim. Birinci şəxsdədir. Nə etdim? Getdim. Kim getdi? Var, mübtəda və xəbəri. Yadınızda bir mənalı olaraq saxlayın. Müəyyən şəxsli cümlələrdə mübtəda və xəbər yerindədirsə, biz onu nə götürəcəyik? Müəyyən şəxsli cümlələr götürəcəyik. Bəzən şəxsə görə müəyyənləşdirərkən birinci şəxsin təki və cəmini, ikinci şəxsin təki və cəmini, üçüncü şəxsin təkini xəbər əsasında mübtədanı müəyyənləşdirmək olar. Amma üçüncü şəxsin cəmini müəyyənləşdirmək olmaz. Əgər üçüncü şəxsin cəmi olarsa, qeyri-müəyyən şəxs cümlə olacaq. Məsələn, deyirəm ki, bizə gələrsən. Nə edərsən? Gələrsən. Bax, təsəvvür olunan mübtəda nədir? Sən. Yəni, sən bizə gələrsən. Burada ikinci şəxsin təkindədir. Üçüncü şəxsin cəmini isə təsəvvür eləmək olmaz. Yəni, hansı mübtədaları bərpa etmək olar? Birinci şəxsin təkini və cəmini, ikinci şəxsin təki və cəmini, üçüncü şəxsin yalnız təkini, üçüncü şəxsin cəmini yerinə qoymaq olmaz, bərpa eləmək mümkün deyil. Çünki onlar üçüncü şəxsin cəmini, o da qeyri-müəyyən şəxsə aid olur. Demək, müəyyən şəxs cümlə nə oldu? Mübtədası və xəbəri olan cümlələr, mübtədası olmasa da asanlıqla bərpa edilə bilən cümlələr hesab olundu. Qeyri-müəyyən şəxsli cümlə nədir? Qeyri-müəyyən şəxsli cümlə hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlə hesab olunur. Xəbəri üçüncü şəxsin cəmində olur. Demək, xəbəri nə olur? Üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində olur. Demək, qeyri-müəyyən şəxsli cümlələrdə birinci əsas şərt nə oldu? Hərəkət və hökm qeyri-müəyyən şəxsə aid olmalıdır. Xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Gəlin, baxaq. Deyirəm ki, bizə gəldilər. Gəldilər. Nə etdilər? Gəldilər. Bax, burada deyirdim bayaqları. Onlar bizə gəldilər şəklində biz onu deyə bilmərik. Təsəvvür edirik öz beynimizdə. Onlar bizə gəldilər. Yəni qeyri-müəyyən şəxsdir. Bilmirik kim gəlib? Qeyri-müəyyən şəxsdir. Gələnlərin kim olduğunu bilmirik ki. Ona görə nə götürəcəyik onu? Qeyri-müəyyən şəxsli cümlə hesab eləyəcəyik. İndi bir şey deyim sizə. Əgər üçüncü şəxsin cəmi yerindədirsə, biz onu müəyyən şəxsli cümlə hesab eləyəcəyik. Məsələn, burada onlar sözün özümüz bərpa edirik. Amma yazsam ki, onlar bizə gəldilər. Baxın, nə etdilər, gəldilər. Kim gəldi? Onlar.
Mən bayaqlar dedim, əgər bir cümlədə mübtəda və xəbər varsa, o müəyyən şəxsli cümlə hesab olunacaq. Müəyyən. Bunu yalnız bərpa etmək olmaz. Yerindədirsə, müəyyən şəxsli cümlə. Bərpa ediriksə, qeyri-müəyyən şəxsli cümlə. Onlar bizə gəldilər. Qeyri-müəyyən şəxsli cümlələrdə elə bil, sanki, güya tipli modal sözlərdən istifadə oluna bilər. Elə bil, başıma qaynar su tökdülər. Elə bil, başıma qaynar su tökdülər. Bax, üçüncü şəxsin cəminədir xəbər. Başımıza qaynar su tökən kim olduğunu bilirik? Xeyr. Demək nədir? Qeyri-müəyyən şəxsli cümlədir. Üçüncü nə gəlir? Ümumi şəxsli cümlə. Hərəkət və hökmün hamıya aid olduğunu bildirən cümlələrə ümumi şəxsli cümlə deyilir. Demək, nə oldu ümumi şəxsli cümlənin şərti? Hərəkət və hökmün hamıya aid olduğunu bildirən cümlələrə ümumi şəxsli cümlə deyilir. Hərəkət və hökm hamıya aid olma nə demək? Deyirlər ki, cüzəni faizdə sayarlar. Məsələn, nümunə deyirəm. Cüzəni faizdə sayarlar. Baxın, hərəkət və hökm hamıya aiddir. Cüzəni faizdə saymaq təkcə bizə aiddirmi? Xeyr. Cüzəni faizdə sayarlar, ümumən hamıya aiddir. Mübtədası yoxdursa, demək nə olunacaq? Ümumi şəxsli cümlə hesab olunacaq. Ümumi şəxsli cümlədə atalar sözləri, aforizmlər, hikmətli ifadələr, bunlar həmişə biz bilirik ki, ümumən hamıya aid olur. Amma bir şey nəzərinizə çatdırım ki, əgər atalar sözləridir, aforizmlərdir, hikmətli ifadələrdir, bunların mübtədası yerindədirsə, biz onu müəyyən şəxsli cümlə götürəcəyik. Məsələn, deyirəm ki, daldan atılan daş topuğa dəyər. Topuğa dəyər. Nə edər? Daldan atılan daş topuğa dəyər. Nə dəyər? Nə edər? Dəyər. Nəyə dəyər? Topuğa dəyər. Nə? Daş. Mübtədası və xəbəri var. Demək, müəyyən şəxsli cümlə hesab eləyəcəyik. Yəni, yenə deyirəm, əgər bir cümlənin mübtəda və xəbəri varsa, o müəyyən şəxsli cümlə hesab olunur. Bunu yadınıza saxlayın. Ümumi şəxsli cümlələrin xəbəri ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində olur. Yerdə nə qaldı? Şəxsiz cümlə. Ümumi şəxsli cümlə haqqında bu qədər məlumat. Şəxsiz cümlə nədir? Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan cümlələrə şəxsiz cümlələr deyilir. Demək, şəxsiz cümlə nə oldu? Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan cümlələrə şəxsiz cümlələr deyilir. Şəxsiz cümlələrin xəbəri üçüncü şəxsin təkində olur. Üçüncü şəxsin təkində olur. Məsələn, deyirəm ki, mənim daha çox xəbər əsasında ondan zəhləm gedir. Mənim nədir? Mənim ondan zəhləm gedir. Bax, bir dənə xəbər əsasında formalaşır. Xəbər əsasında formalaşır. Digər yəni cümləcilərdə ola bilər. Amma məsələn, belə yazaq. Məsələyə baxıldı. Mən həmişə bunu izah edəndə deyirəm ki, şəxsiz növ yoxdur feilin qrammatik məna növlərindən. Feilin qrammatik məna növlərindən şəxsiz növü tapırsınızsa, demək ki, şəxsiz növ şəxsiz cümlə hesab olunacaq. Nə etdi? Baxıldı. Nəyə baxıldı? Məsələ. Burada mübtədanı təsəvvür eləmək mümkündür? Xeyr. Şəxsiz növdə də deyirik ki, mübtədanı təsəvvür eləmək qeyri-mümkündür. Bağır şəkil içindən düzəlib, demək şəxs nəyə baxıldı? Məsələyə baxıldı. Burada şəxsiz növ hesab olunacaq. Şəxsiz növ həm ismi xəbərli, şəxsiz. Həm ismi xəbərli ola bilər, həm feili xəbərli ola bilər. Yerdə nə qaldı? Adlıq cümlə.
mübtəda əsasında formalaşır. Mübtəda əsasında formalaşır. Hər hansı bir əşya və hadisə haqqında məlumat verilir. Ən çox bədi üslubda işlənilir. Demək, yalnız mübtəda əsasında formalaşır. Baş üzvlərdən yalnız mübtəda əsasında formalaşır. Xəbər heç vaxt olmur. Hər hansı bir əşya və hadisənin adını çəkməli, onun mövcudluğu haqqında məlumat veririk. Mübtəda əsasında forması. Məsələn, yazırıq ki, ay işığı. Ay işığı. Nə? Ay işığı. Daha çox söz birləşməsi şəklində olur. Sənin, məsələn, gücün. Nə? Sənin gücün. Demək, sadə cümlənin şəxsi görə növləri haqqında məlumatları bu qədərdir. Müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz və adlı cümlələr haqqında məlumat verdik. Sağ olun, gələn görüşlər.